Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkəsində və cəbhə bölgələrində Pasxa bayramı ilə əlaqədar atəşkəs rejiminin tətbiq olunması barədə göstəriş verib. Bu barədə məlumatı xəbərin ünvanı Kreml administrasiyasının mətbuat xidmətinə istinadən yayıb. Verilən rəsmi açıqlamada bildirilir ki, Prezident Putin bugün keçirilən yüksək səviyyəli müşavirədə Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovun döyüş bölgəsindəki son vəziyyətlə bağlı hesabatını dinləyib. Görüş zamanı dövlət başçısı humanitar məqsədlərlə, xüsusilə dini bayramın önəmini nəzərə alaraq, müvəqqəti olaraq hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb. Putinin göstərişinə əsasən Rusiya Silahlı Qüvvələri 19 aprel saat 19:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıracaq. Bu atəşkəs rejimi 21 aprel saat 01:00 adək qüvvədə olacaq. Qərarın əsas məqsədi Pasxa bayramı zamanı sülh və əmin-amanlığın təmin edilməsidir. Qeyd edək ki, bu cür dini bayramlarda müvəqqəti atəşkəs elan edilməsi beynəlxalq humanitar hüququn da tövsiyə etdiyi addımlardandır. Rusiya rəhbərliyi də bu dəfə belə bir təşəbbüs irəli sürməklə, silahlı qarşıdurmaların müvəqqəti də olsa dayandırılmasına şərait yaratmış olur. Hazırki qərar beynəlxalq ictimaiyyət tərəfindən də diqqətlə izlənilir və müxtəlif dairələr tərəfindən qiymətləndirilməsi gözlənilir. Siz bu mövzu haqqında nə düşünürsünüz? Fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.